Bağışlayan və mehriban uca Allahın adıyla. Əziz izləyicilərimiz, bu verilişimizdə Quran-ı Kərimin surələri haqqında, onları tilavət etməyin hansı fəzilət və üstünlükləri var, onları tilavət etməyin insanın canında hansı təsirləri var və onları tilavət etmək hansı xəstəliklərə dəvadır, dərmandır, onlar haqqında qısa məlumat verəcək inşallah. İlk olaraq Quran-ı Kərimin 1-ci surəsi Fatihə surəsi haqqında danışacaq. Fatihə surəsi Quran-ı Kərimin ilk surəsi, Məkkədə nazil olub 7 ayədən ibarətdir. Fatihə surəsinin çoxlu adları var ki, Quran-ı Kərimin ən çox adı olan surələrindəndir. Fatihətül Kitab, Ümmül Kitab, Ümmül Quran, Vafiyə, Şafiyə və Həmd adı ilə ki və sair adlar vardır. Bu surənin çox fəziləti var. Peyğəmbərimiz buyurdu: "Ya Əli, məni bütün peyğəmbərlərdən fəzilətli edən, üstün edən səbəblərdən də biri Fatihə surəsinin mənə nazil olmasıdır." Fatihə surəsini tilavət etməyin çox böyük savabları var. Hətta qulaq asmağın belə. Fatihə surəsinin savabı haqqında hədislərimizdə gəlibdir. Əgər Quran-ı Kərimi tərəzinin bir gözünə qoysalar və Fatihə surəsinin tərəzinin bir gözünə qoysalar, Fatihə surəsi Quran-ı Kərimdən 7 dəfə ağır gələr. Hər kəs Fatihə surəsinin diqqətlə mənasına diqqət edərək və uca yaradanı diqqətində, nəzərində saxlayaraq tilavət edərsə, ərşi daşıyanların savabı qədər o Həmd surəsinin tilavət edənə uca yaradan savab verər. Fatihə surəsinin savabından əlavə başqa insanın vücudunda da təsirləri var. Peyğəmbərimizdən hədis nəql olunubdur. Hər kəs Fatihə surəsini tilavət edərsə, Allah onun gözünə işıq verər, mal dövlətinə bərəkət verər. Bütün xəstəliklərin dərmanı olaraq Peyğəmbərimiz qeyd edib. Bir gün İbn Abbasa Peyğəmbərimiz belə buyurdu: "Ey İbn Abbas, istəyirsənmi sənə Quran-ı Kərimin ən fəzilətli surəsini və bütün dərdlərə dərman olan surəsini tanıtdırımmı?" İbn Abbas buyurdu: "Atam, anam sənə qurban olsun ya Rəsulallah." "Bəli, istəyirəm." Peyğəmbərimiz buyurdu: "O Həmd surəsidir. Həmd surəsi ölümdən başqa bütün dərdlərə dərmandır."